götürürəm. Məsələn 0. 0'ı aparıb burada yerinə yazanda görürəm doğrudan da kiçikdir 0 alınır. Yəni 0'dan kiçik olur. Deməli bizim bərabərçinin həllərindən aralıqlarından biri budur. Həll aralıqlarından biri budur. 2'nin sağından bir qiymət götürürəm. Məsələn 3 aparıb burada yerinə qoyanda görürəm ki, yenə də ödəmir. Ödəmir, deməli bura mənim həllim deyil. Deməli bizim bərabərçiliyimiz həlli -1 qapalı və 2 qapalı aralığıdır. Buradakı tam ədədlərin cəmini istədiyinə görə -1 üstəgəlsin 0 üstəgələk 1 üstəgələk 2 cavab olacaq 2. Bu da olur B variantı. Eyni qaydada 74-cü çalışmada 74-cü çalışmada bu qaydadadır. Yəni məsələn 74-cü çalışmada x minus 2 x minus 5 kiçik bərabərdir x minus 2. Deyir ki, bu bərabərçiliyi həll edin. Bu bərabərçilik də xətti bərabərçiliyi deyil. Ona görə də mən bunu həll eləmək üçün bu bərabərçilik işarəsinin əvəzinə bərabər qoyub qırılma nöqtələrini tapacağam. Mötərizəni vurub açıram. Eyni zamanda bərabərçilik işarəsinin əvəzinə bərabər qoyacağam. X kvadrat çıxılsın 2x çıxılsın 5x üstəgəlsin 10 bərabərdir x minus 2. Buradan x kvadrat çıxılsın. Deməli, nə eləyir? 8x üstəgəlsin 12 bərabərdir 0. Düzdürmü? Qırılma nöqtələri x1 bərabərdir 6-ya, x2 bərabərdir 2-yə. Ədəd oxu çəkirəm. Ədəd oxu üzərində bunların ikisini də qara nöqtə ilə qeyd edəcəm. Nəyə görə? Çünki burada bərabərdir işarəsi var. 2-ni və neçəni? 6-nı. Və yenə də ədəd oxu 3 hissəyə, 3 intervala ayrıldı. Bunların hərəsindən bir qiymət götürüb yerinə qoyub yoxlayacağam. 2-nin bu tərəfindən 0 götürüb yerinə qoyub yoxlayıram. Görürəm ki, xeyr, ödəmir. Bu aralığı ödəyir, bu aralıqda yenə ödəmir. Qiymətlər götürürəm da video uzun olmasın deyə uzatmıram söhbəti. Deməli bizim bərabərçiliyinin həlli olur 2-6 aralığı. Yəni intervallar üsuluna keçdiyimə görə intervallar üsulu ilə həll eləmək üçün qırılma nöqtələrini tapmaq üçün mən bərabərçilik işarəsinin əvəzinə bərabər qoyub həll edirəm. Xətti bərabərçilikdə buna ehtiyac yoxdur. Belə əziz izləyici, ümid edirəm ki, razı qaldım. Kanalımıza abunə olub bizi dəstəkləməyi yaddan çıxartmayın. Sağ olun.